Hər birinizi salamlayıram əziz abituriyentlər. Ümidvaram ki, hər biriniz yaxşısınız. Bildiyiniz kimi buraxılış imtahanlarımıza çox az bir müddət qalıb və mən də bizə dəstək məqsədli keçən lingvist dilindən olan birinci zona imtahanının buraxılış imtahan suallarını sizlə bölüşəcəm. Mən listeningi dinləyib özüm tekst formasında dəftərə yazmışam. Əgər kiməsə də lazım olsa şərhlərdə bildirər, onu sizə göndərərəm. Gəlin oxuyaraq başlayaq. Anna Julia Cooper was a writer, a teacher, and an activist who defended education for African American women. Anna Julia Cooper yazıcı, müəllim və aktivist idi, kim ki müdafiə eləyirdi Afrika Amerikan qadınlarının təhsilini. She was the daughter of a black slave woman. O, qara qul bir qadının qızı idi. Despite the poverty, Anna managed to get education. Yoxsulluğa baxmayaraq, Anna təhsil almağın öhdəsindən gəldi. Anna got her college degree after her husband died. Anna öz yoldaşının ölümündən sonra texnikum təhsilini aldı. Later she had a master's degree in mathematics. Sonra o riyaziyyat sahəsində magistr dərəcəsində qazandı. During the 1890s, Cooper became involved in the Black Women's Club movement. 1890-cı illərdə Cooper başladı qara qadınların klub hərəkatında iştirak etməyə. The members of the club were educated middle class women. Klubun üzvləri orta səviyyəli təhsilli qadınlar idi. They believed that it was their duty to help African American women who needed help. Onlar inanırdılar ki, onların vəzifələri Afrikalı, Amerikanlı qadınları kömək eləməkdir, kim ki onların köməyə ehtiyacı var. During this time, Anna became a popular public speaker. Bu vaxt ərzində Anna məşhur ictimai bir danışan şəxsə çevrildi. She published her first book, A Voice from the South, to call for equal education for women. O nəşr etdi özünün ilk kitabın Cənubdan gələn səs, To Call for Equal Education for Women. Qadınların təhsil bərabərliyini çağırmaq üçün. Anna considered that educated African American women were necessary for inspiring black race. Anna hesab eləyirdi ki, təhsilli Afrikalı, Amerikalı qadınlar vacibdir qara ədalətsizliyi, qara dərilərin yarışın ruhlandırmaq üçün. Her book gained national attention and Cooper began lectures across the country. Onun kitabı milli diqqət qazandı və Cooper başladı öz leksiyaları, mühazirələrini ölkə ətrafında yaymağa. Her lectures were mainly focused on the topics such as education, civil rights and the status of black women. Onun mühazirələri adətən fokuslanmışdı bəzi mövzulara, təhsil, sivillərin qaydaları və qara dərli qadınların statusuna. Her book is considered first written source of black feminism. Onun kitabı hesab olunur qara feminizmin ilk mənbəyi. Anna Cooper is often titled as the mother of black feminism. Anna Cooper adətən yox, tez-tez qara feminizmin anası kimi bir titul alır. Ümid edirəm sizə aydın oldu. Əgər hansısa hissədə də bir səhvim varsa bölüşərsiniz. Gəlin indi başlayaq cavablamağa. Birinci sualda nə deyir bizə? Which statement is true according to the passage? Anna's lectures were about mathematics. Bu səhvdir, çünki bizə burada deyildi ki, onun əsərləri, yəni mühazirələri adətən fokuslanmışdı təhsilə, civil rights and the status of black women. Ona görə A variantı səhv oldu. Cooper had got her college degree before her husband died. Before olduğuna görə səhvdir, amma burada after olmalıydı. Ona görə səhvdir B variantı da. Anna Cooper was born into a rich family. Anna Cooper zəngin ailədə doğulmuşdu. Yox, o qara qul bir qadının övladı olaraq dünyaya gəlmişdi deyə. Bu da səhvdir, B variantı səhv oldu. Anna had master's degree in arts and literature. Deyir, Anna magistr təhsilini almışdı
sənət və ədəbiyyatda bu da səhvdir. O riyaziyyat sahəsində almışdı. Cooper was both a writer and teacher. İ variantı isə bizim düzgün cavabımızdır. Gəlin ikinci suala baxaq. The passage is mainly about popular public speakers. Burada speakers olmağı səhvdir, çünki sadəcə orada bir qadından danışdı. Ona görə səhvdir. The book A Voice from the South. Burada Annanın kitabının sadəcə adı çəkildi. Yəni bütün mətn onun kitabı haqqında əhatələnməmişdir. The Struggle Against Poverty. Yoxsulluğa qarşı mübarizə. Bu da səhv idi. Burada bir şəxsdən danışılırdı. Ona görə variantlarda ona uyğun bir şey axtarmalıyıq. The Black Activist Woman. D variantı bizim düzgün cavabımızdır. Qara aktivist qadın. The Black Women's Club Movement. Burada sadəcə bir cümlə keçir. Yəni bütün mətni tamamilə əhatə eləmirdi. Məsələn, burada deyir ki, düzgün fikirlər seçsəydik, İ variantını götürə bilərdik. Amma bütün mətn onunla əhatə olunmamışdı. Cümlənin əvvəlindəki mainly sözdən diqqət etmək lazımdır. Anna, üçüncü suala baxaq. Complete the sentence according to the passage. Anna published her book A Voice from the South to describe her own life and activity. Yox. A variantı səhvdir, özünün şəxsi həyatını nümayiş elətdirmək üçün yazmamışdı. To describe the lifestyle of black women. Bu da səhvdir, qara dərili qadınların həyat tərzini təsvir etmək üçün də yazmamışdı. To show poverty of African Americans. Bu da səhv fikirdir. To call for equal education for women. Bu D variantı yenə düzgün cavabdır. Elə baxın bu cümlədə keçirdi ki, she published her first book A Voice from the South to call for equal education for women. D variantı düzgün cavabdır. To call for the solution of environmental problems. Ümumiyyətlə bu mətndə environmental problems haqqında bir sual deyilmədi. Gəlin 4-ə baxaq. Deyir, who were the members of the Black Women's Club? Qara qadınların klubunun üzvləri kim idi? Cavabımız bu olacaq ki, the members of the club were educated middle class women. Gəlin yazaq. The members of the club were educated middle class women. Yəni bu biraz belə yerləşdirək. Ümid edirəm ki, aydın oldu. Complete a sentence according to the passage. Despite the poverty. Anna, burada cavabımız bu olacaq ki, Anna managed to get education. Anna təhsil almağın öhdəsindən gəldi. Gəlin yazaq. Managed to get education. There write one adjective from the passage that describe the word attention. Orada national attention olacaq. Bu cümlədir ki, her book gained national attention and Cooper began lecturing across the country. Cavabımız national, milli sözü olacaq. Düşünürəm ki, dinləmə mətni asan düşmüşdü və ümid edirəm ki, bizim üçün də belə ümumiyyətlə imtahan ingilis dilindən ən azından belə rahat olar. Gəlin indi qrammatika suallarına başlayaq. Just a pair of nouns in the singular. Təkdə olan isimləri seçin. Balls cəmdədir, səhvdir. Glasses. Bir dəqiqə, isə yazmadı. Balls cəmdədir, səhvdir. Glass şüşə mənasında sayılmır, stəkan mənasında sayılır. Burada cəmləndiyinə görə stəkan mənasındadır. Bir variantı səhvdir, C variantı düzgün cavabdır. D variantında monkeys cəmdədir, E variantında tools cəmdədir. Choose the correct modal verb. Burada variant olaraq bir dənə 3 səhvdir ki, yəni qrammatik cəhətdən sadəcə 3 səhvdir ki, have modal feil olanda özünə sonra tools'un tələb edir. Ona görə variantlardan 3-ü çıxmaqla özünüz işinizi rahatlaşdıra bilərsiniz. Mən bütün variantların izahını verəcəm təbii ki. The kiss
Burada gördüyünüz kimi 4 dəqiq düzdür. Əgər bir inkar düzdürsə, ikinci olaraq da siz ona bir təsdiq də məntiqi olaraq verə bilmərsiniz. Gərək variantlarda da bir inkar olur. Ona görə də 1 ilə 4 olacaq. Gəlin tərcümə eləyək. The kids don't have to or shouldn't get up early. Uşaqlar erkən oyanmalı deyillər. They have no lessons today. Onların bu gün dərsi yoxdur. Amma gəlin 2 ilə 5-də tərcümə eləyəndə the kids ought to or must get up early. They have no lessons today. Onlar bu gün tez durmalıdırlar. Onların bu gün dərsi yoxdur. Gördüyünüz kimi məna cəhətdən bir uyğunsuzluq əmələ gəlir. 9-cu suala baxaq. Choose the correct passive voice version of the sentence when they take the entrance exam. Variantlarda əgər sən feilini etdirsə, biz variantlarda keçmiş zaman axtarmalıyıq. A variantı düzgün cavab olacaq. B variantında were-lə been işlənmir. Been yalnız have, has, had plus P2-də işlənilir. B variantı səhvdir. C variantında they müfrəda saxlanılır. Passive voice müfrəda yox olmalıdır. Yaxud by ilə bağlanıla bilər. C variantı səhvdir. D variantında ümumiyyətlə sual cümləsinin olunda were-lə taken yanaşı gəlməz. Ümumiyyətlə həm sual cümləsi olaraq quruluş səhvdir. E variantında da yenə həmçinin were-lə taken yanaşı gəldiyi səhvdir. Düzgün cavab olur A variantı. Baxaq 10-cu suala. Choose the correct option. Burada artıq biz özümüz fikir yürütməliyik ki, mən nəyə diqqət etməliyəm. Variantlarda da gördüyümüz kimi bu reflexive pronounsdur. Qayda-şərait vəzirlikləri. The children painted the fence. Uşaqlar özləri təmin ediblər. Uşaqlar da cəmdə olduğuna görə themselves olacaq. Choose the correct exclamatory sentences. Birə baxaq. What a clever dog it is. Bu tamamilə düzgün. What 4 komponentdir. Özündən sonra a clever dog sifəti gəlib, özündən sonra ismi, əvəzliyi və xəbəri düzgündür. Bir düzgündür, 2 səhvdir, çünki are they olmaz, they are olmalıdır. Exclamatory sentencelər mütləq feil ilə bitməlidirlər. Ona görə A-dan C səhvdir. How-dan sonra birbaşa Z gəlməz. Amma how clever the dog is olsaydı düz olardı. Bunda həm it səhvdir, həm də how-dan sonra birbaşa Z gəlməyi səhvdir. B variant səhvdir. Bir dəqiq düz oldu. How clever the dogs are. Baxın, dediyim kimi bu düzdür. 4 düzdür. How dogs the clever they are. Burada Z clever olan yerdə they are. Ha olan cümlələrdə isimdən əvəzli işlənilmir. Onlardan ikisindən biri işlənilir deyə 5 də səhvdir. Düzgün cavab olur 1 ilə 4 D variantı. Baxaq 12-ci suala. Choose the correct option. Mount Fuji located on. Mount Fuji dağ alları təkcə olduğunda özündən sonra heç bir artikel qəbul eləmir. Ona görə B və C variantları səhvdir. On the island of Honshu, on the island, on the continent. Bunlar hamısı Z ilə işlənir deyə E variantda səhvdir. Is the highest mountain in Japan. Burada sifətin üstünlük dərəcəsini yaradıb deyə burada da işləməlidir. Düzgün cavab olur B variantı. 13-cü suala baxaq. Choose the correct tense from the invited guest 2 hours ago. Ago var burada. Keçmiş sadə zaman göstəricisidir. Ona görə də düzgün cavab olacaq B variantı. 14-cü suala choose the correct option. Then var cümlədə. Ona görə də müqayisə dərəcəsi olacaq. Düzgün cavab B variantı. A variantı ümumiyyətlə üzr istəyirəm, B variantı. Şərqəsi olmasın. A variantı ümumiyyətlə adi dərəcənin göstəricisidir. C variantı more-la çalır, olmaz. Ümumiyyətlə bir cümlədə 2 dənə müqayisə, bir söz 2 dəfə müqayisəni götürə bilməzsə, məsələn, more comfortable-lər deyə bilmərsə, ümumiyyətlə comfortable çox heyecanlıdır deyə həm more-dan düzəlir, həm də ki, orada erin olmağı ümumiyyətlə səhvdir. C variantı səhvdir. Burada more tal olsa belə səhv idi, çünki tall tək heyecanlıdır və erlə düzəlir. D variantda həmçinin səhvdir. E variantı da the most tal. Əgər burada have, has, had və among, in, on, at olsaydı, E variantı düzgün olardı. Amma burada bizim zənimiz var deyə bu səhvdir. Baxaq 15-ci suala. Make up sentence-də bu cümlə, burada xüsusi bir qayda yoxdur. Ancaq yəni cümlə qoyub yerinə tərcümə eləməlisiniz. Burada mən baxmışdım əvvəlcədən. Düzgün cavab E variantı olacaq. Gəlin baxaq.
Birinci zaman zərfi ilə başlayacaq. When Mr. Reed bizim mübtədamızdır. When Mr. Reed arrived. Arrived ümumiyyətlə özündən sonra sözünü in yaxud at götürür. Böyük məkan olanda, şəhərlər olanda, in, kiçik məkan olanda, aeroport, məktəb, stansiya olanda ət götürür. Burada in Brington olduğuna görə arrived in Brington. Ona görə də 6, 5, 4, 1 olacaq. Ondan sonra he, yəni yenə söhbət gedilən he bizim Mr. Reed'imizdir. He took a taxi, take a taxi ifadəsi var. Sadəcə burada when zaman zərfindən sonra keçmiş sadə zaman uzlaşması özünü gözləyib. He took a taxi, getdi, took a taxi to the hotel. Ona görə olur düzgün cavab i variantı. When Mr. Reed arrived in Brington, Mr. Reed Bringtona çatanda o otelə gedən taksi sifariş elədi. Gəlin baxaq 16-cı suala. Choose the correct preposition for both sentences. Hər iki cümlə içimizdən düzgün sözünü tələb edir. He is good at playing tennis. Elə düzgün good at ifadəmiz var. Bir də good for ifadəsi var. Good for başa çıxmaq, faydası olmaqdır. Good at isə hansısa bir işdə bacarıqlı olmaqdır. Ona görə də düzgün cavab olacaq i variantı. Choose the correct option. This furniture. Biz furniture ilə xəbərimizi uzlaşdırmalıyıq. Burada furniture-da sayılmayan tək isim olduğuna görə A variantı düzgün cavabdır. Ümumiyyətlə, əgər bu məntiqlə eləmək istəsəz, yəni variantlarda zamanla əlaqəli bir şey olmasa, görürsünüz ki, bütün variantlar cəmdədir. Burada təsdiq və inkarlıq bir şey yoxdur da. Gərək bunun təsdiq inkar olduğunu bilmək üçün ikinci səhvdə də bir şey olardı ki, o bizi işarə verərdi. Ona görə də bu yolla da qısa eləyə bilərsiniz. Choose the correct conjunction. I can go with you. Also ilə zo, on zaten eyni məna verir. Gəlin tərcümə eləyək. I can go with you. Bir variantı because I am busy. Mən səninlə gedə bilmirəm, çünki mən məşğulam. Elə bir variantı düzgün cavabdır. C ilə də zaman zərflərdə orada məna düzgün gəlmir. Choose the correct option. Mother asked her daughter. Asked var. Üçüncü qrup feilimizdə özündən sonra tullu məsləhətlər tələb eləyir. Ona görə düzgün cavab olur i variantı. Choose the correct interrogative sentence. How many slices of bread? Baxın, buradan bir xətt çəkin işinizi asanlaşdırmaq üçün ki, hamısında olsa eynidir. Bizim quruluşumuz nə idi? Sual əvəzliyi, köməkçi feil, mübtəda, əsas feil. Burada mübtəda birbaşa gəlib deyə səhvdir. Əsas feil birbaşa gəlib deyə səhvdir. Görməsəz əgər orada itdir. B variantı səhvdir. C variantı düzgün cavabdır. How many slices of bread? Sual əvəzliyi. Do köməkçi feil, yum mübtəda, it əsas feil, every morning-də zaman zərfi. C variantı düzgün cavabdır. D variantında yenə it do-dan əvvələ keçib, I variantında da yenə you, yəni birbaşa mübtədaya bağlanıb. Baxaq 21-ə. Choose the correct option. He put a lot of sugar in his coffee. Buranı silim ki, gəlin biraz sərgəli olsun. Bildiyiniz kimi pat bizim amor feilimizdir. Bəzi feillər var ki, 3 formasında, yəni keçmişdə, indikədə bitmiş, indiki zaman formasında eyni olur. Ona görə onların sonunda biz s-lərdən, yəni 3-cü şəxsin təkində s-dən bilirik ki, bu cəmdədir, ya bu indiki zamandadır, yaxud keçmiş zamandadır. Burada da s olmadığına görə, yəni s-dən istifadə olunmadığına görə deməli bu keçmiş zamandadır. Bura qeyd edeyim. Ona görə biz variantlarda keçmiş zaman axtarmalıyıq və gördüyünüz kimi cümlə təsdiq cümlədir. Təsdiq cümlədə quruluş so, do, does dedi, yaxud hər hansı bir köməkçi feil və mübtəda, yaxud to təsdiq cümlələrin sonunda işlənir. Also təsdiq cümlədə ortada işlənir. Baxaq, 1 düzgündür, 2 də sonla didn't yanaşı gəlməz bu tip cümlələrdə. 3 də düzgündür, 4 isə nə isə inkar cümlələrin qaydasıdır. Ona görə 4 də səhvdir, düzgün cavab olur 1 ilə 3-dir. Choose the correct pair of synonyms. Düzgün sinonimlərin variantından seçən tired, yorğun deməkdir, exhausted, tükənmiş deməkdir. A variantı ilə düzgün cavabdır. Gəlin digər variantlara baxaq. Stupid, axmaq, cahil deməkdir. Brave, cəsur deməkdir. Bright, parlaq deməkdir. Dark, qaranlıq, tünd deməkdir. C variantı səhvdir. Fresh, təzə deməkdir. Old, köhnə deməkdir. Lazy, tənbəl deməkdir. Intelligent, ağıllı, zəkalı deməkdir. Ona görə də bu da səhv olur. Qrammatika suallarını yekunlaşdırdıq. Ümid edirəm, bunlar da sizə aydın oldu. Gəlin, indi baxaq readingimizə. Düşünürəm ki, readingdə həqiqətən rahat düşmüşdü. Sadəcə biz indi burada, yəni
arxain danışmaq olmaz, çünki orada abituriyentlər həyəcanla yazır da. Biz evdən oturub çox stressiz bir şəkildə baxırıq. Oranın həyəcanı nə desəz dəyər. Gəlin baxaq. The Qutb Minar, one of the tallest minarets in Asia, is situated in Delhi, India. Qutb Minar Asiyanın ən hündür minarələrindən biri. Hindistanın Delhi şəhərində yerləşir. It is also the tallest tower of India and is largely made of red sandstone. O həmçinin Indiyanın ən hündür lasıdır və çoxu hissəsi qırmızı qum daşından hazırlanıb. It was built by the first rulers of Delhi Kingdom in the early 12,000s. O ilk dəfə tikilib. First rulers of the Delhi Kingdom, Delhi krallığının ilk kralları, idarəçiləri tərəfindən 1200-cü illərin əvvəllərində. So the Qutb Minar was damaged by lightning and earthquakes in the Middle Ages. It was then rebuilt and repaired by local rulers. Qutb Minar məhv olmuşdu şimşəkdən və zəlzələlərdən orta əsrlərdə. It was then rebuilt and repaired by local rulers. O yenidən tikilib və təmin olunmuşdu yerli idarə olunanlar tərəfindən. Gəlin burada vacib cümlədir məncə bu local rules, bunu bir işarə eləyək. As a minaret, the Qutb Minar has balconies from which the people are called to pray 5 times a day. Minarə kimi Qutb Minarın balkonları var. İnsanlar gəlir bura gündə 5 dəfə dua eləmək üçün. Times dəfə mənasında sayılır, vaxt mənasında sayılmır. Burada faizlə sonra da gəldiyinə görə sayılır. The writings on the Qutb Minar describe a historical event which shows how the Delhi Kingdom defeated its enemies. Qutb Minardakı yazılar describe a historical event göstərir, təsvir eləyir tarixi bir hadisəni, hansı ki o da göstərir Delhi krallığı öz düşmənlərini necə məğlub eləyib. So the Qutb Minar was considered the kingdom's victory monument at that time. Buna görə də Qutb Minar hesab olunur krallığın qələbə abidəsi o zamanlar. The Qutb Minar together with some other historical buildings forms the Qutb Minar complex. Qutb Minarla birlikdə onun yanında digər bir tarixi bina var. Bu da Qutb Minar kompleksidir. This complex hosts a cultural event which is called the Qutb Festival. Bu kompleks keçirir bir mədəni tədbir, hansı ki adlanır Qutb Festivalı. It takes place every year and lasts for 3 days inside the complex from November to December. O hər il keçirilir və 3 gün sürür, noyabrdan dekabra qədər. The event witnesses a huge success along with performances given by various singers, musicians and dancers. The Qutb Minar complex was declared a World Heritage Site by UNESCO in 1993. Bu hadisə, bu tədbir şahid olur böyük bir uğura, performanslarla birlikdə performanslar verir çoxlu müxtəlif müğənnilərə, musiqiçilərə və rəqqaslara. The Qutb Minar complex was declared və 1990-cı ildə Qutb Minar kompleksi UNESCO-nun dünya irsi siyahısına daxil olmuşdu. The Qutb Minar is still an important landmark of Indian architecture. Qutb Minar hələ də Hind arxitekturasının vacib bir landmark, görməli yeridir. Ümid edirəm bu da aydın oldu. Gəlin keçək suallara. Complete the sentence according to the passage. The Qutb Minar was damaged by natural disaster in the past. Bu düzgün cavabımız olacaq. Bizim elə orada da deyirdi. A variantı düzgündür. B variantında nə deyir? Is not recognized as an important monument in India. Burada not sıranı pozur. Orada deyir ki, is considered as an important monument in India. Bir variant səhvdir. Was considered one of the lowest minarets in Asia. Əksinə tallest idi deyə C variantda səhvdir. Is a monument built of black sandstone, red sandstone, yəni qırmızı qum daşından hazırlanmışdır deyə səhvdir. Is a complex which hosts a festival lasting for a week.
Burada for a week deyildi, for 3 days idi. Ona görə səhvdir. Düzgün cavab olur A variantı. The passage is mainly about a significant landmark in India. A variantı düzgün cavab olacaq. Hindistanda mühüm bir görməli yer. The writings on the Qutb-Minar, Qutb-Minardakı yazılar. Burada sadəcə bir cümlədə keçir ki, o nəyi göstərir. Festivals held in the Qutb-Minar complex, Qutb-Minar kompleksində keçirilən festivallar. Various performances in the Qutb festival, Qutb festivalında müxtəlif performanslar. Delhi krallığının ilk idarə edənləri, yəni ilkin birinci imperatorlar deyək. Ona görə də variantda səhv oldu. Which statement is true according to the passage? The Qutb-Minar was built by UNESCO in 1993. Bu səhvdir. Was built yox, o declared əlavə olunmuşdu UNESCO-nun dünya irsi siyahısına 1993-də. A variantı səhvdir. The Qutb-Minar complex was rebuilt by foreign rulers. Gəlin burada işarələmişdim. Hətta local rulers yenilər tərəfindən deyilirdi. Öncə bir variantda səhvdir. The Qutb festival is held in the Qutb-Minar complex in spring. Yox, yazda deyildi, qışdaydı, noyabrdan dekabra kimi idi. They use mainly wood in the construction of the Qutb-Minar. Qutb-Minarın tikintisində adətən odundan istifadə olunub. Adətən yox, əksərən odundan istifadə olunub. Bu da səhv idi. Qırmızı qum daşından, red sandstone-dan istifadə olunmuşdu. From the balconies of the Qutb-Minar, people are invited to pray. Deyir, Qutb-Minar balkonlarına insanlar dua eləmək üçün dəvət olunurdular. İbarətlə düzgün cavabdır. Nə deyir? What is the Qutb festival? Bizdən düzgün cavabı soruşur. It's a cultural event that take place annually, every year. Annually eyni şeydir, yəni hər il deməkdir. It's a traditional event dedicated to the victor of the Delhi Kingdom. Bu Qutb-Minara aid idi ki, o bir monument idi. Amma bu traditional event deyil. Ona görə 2 səhvdir. Bir düzgün cavab, bir olan variantlarda elə i variantı qalır. Amma izahına baxmaq istəsəz, gəlin ona da baxaq. Digər variantlar. It's a festival where various singers and dancers give performance. 3 düzdür. It's a festival celebrating the monuments, modern history, modern yox, old history, o necə deyim, nümayiş elətdirir də. They write the synonym of the given word immense from paragraph 3. 3-cü paragrafdan immense sözünün sinonimini seçin. Immense böyük deməkdir. Səhv eləmirsəm, orada huge olacaq. Gəlin baxaq. It take place. Baxın, orada huge success sözü var. Ona görə də elə o olacaq. Gəlin başlayaq. Yazın bunu. Immense. Huge olacaq. Niyəsə yazılmadı. Huge olacaq. Və gördüyünüz kimi orada huge söz oldu. Orada qeyd etdim. Which word from paragraph best fits the first following definition to fix something that is broken, damaged or torn. Nəysə düzəltmək, hansı ki o dağılıb, məhv olunub, yaxud da torn ümumiyyətlə tikan batmaq deməkdir, yəni sancılıb. Gəlin baxaq nə olacaq burada 28-də. Rebuilt and repaired by local rulers. Burada düşünürəm ki, mən repaired olacaq, təmir etməkdir. Nəyisə düzəltməkdir. Rebuild ümumiyyətlə yıxıb yenidən tikməkdir. Ona görə məncə səhvdir. Repair olacaq burada düzgün cavab. The writings on the Qutb-Minar describe a historical event. Gəlin baxaq görək hansı cümlədir. İşarə eləyim. The Qutb-Minar describe, baxın bu cümlə olacaq. Historical event which shows its enemies. Burada mən özüm, yəni which shows, which demonstrates olar, which reflects olar, əks etdirir, which mirrors olar. Amma mirrors-a gedənə qədər məncə demonstrate-lə reflects daha qəşəngdir. Describe olar da, amma mətndə var deyə səhv olar. Ona görə gəlin elə ilk sözümüzü yazaq. Bu iki də öz sinonim olan zətlə əvəz eləyə bilərsiniz. That reflects, yaxud da ki, nə dedik, demonstrates.
demonstrates historical event özləri verib, which show how the Delhi Kingdom defeat. Burada mən əsasən söz dəyişmələrdə çalışın sifəti yaxud feili dəyişən zaten tam bal verir. Defeat-i overcame eləyə bilərik. Overcame qaydası feil olduğuna görə olacaq. Its enemies, its foes olar. Düşmanlarına. Demonstrates how Delhi Kingdom overcame, dediyim kimi qaydası feil olduğuna görə id olmadı. Delhi Kingdom overcame its fears. Yəni belə yazsa düşünürəm ki, tam bal verəcək. Ki belə eləyim. İndi hansı sualdır və nəhayət sonuncu sual və abituriyentlərin ən çox çətinlik çəkdiyi suallardan biridir. Answer the question by expressing your opinion. Write at least 3 sentences. What can we learn from historical monuments? Biz tarixi monumentlərdən, abidələrdən nə öyrənirik? Düşünürəm ki, bu ilk öncə Azərbaycan dilində yazıb, sonra İngilis dilinə translate eləsəz daha məqsəd uyğun olar. Mən şəxsən öz yazdığım əsnəyimi belə təqdim eləmək istəyirəm sizə. Birinci Azərbaycan dilində deyəcəm, sonra bircə tərcümə eləyəcəm. Historical ümumiyyətlə birinci girişdə çalışın tarixi abidələr haqqında balaca da olsa bir məlumat verin. Mən yazmışam ki, historical monuments help us understand the past. Help to us olmur, helpdən sonra gələn feil olması adi olur. Gəlin baxaq. Yazaq. Historical monuments help us understand the past. Gördüğünüz kimi mən bir cümlə ilə girişi verdim. Sonra nə yaza bilərik? Mən yazmışam ki, onlar göstərir ki, insanlar necə yaşayıb, işləyib və nəyə inanıblar, yəni nəyə sitayiş ediblər. Worship də yaza bilərsiniz. Mən believe ilə ifadə eləmişdim. Uzun müddət əvvəl. Yəni, bu da translate eləyək. They show that how people lived sonra worked and believed long ago. Baxaq, sonra yazmışam ki, abidələrə baxmaqla biz öyrənə bilirik qədim mədəniyyəti, ənənələri və həyatın yollarını. Sonra kompüterlə yazanda biraz narahat oluram, ona görə bəzi durğu işarələri olmadığına görə üzr istəyirəm. Baxın, yazıram. By looking at the monuments, we can learn about old cultures, traditions, and ways of life. Əsas sizdən verdim. Sonra keçirəm. Bunu biraz genişləndirim. Bu biraz genişləndirəcəm mən sondakı, rahat olsun sizə görmək. Sonra yazmışam ki, bu yerlər bizə həmçinin öyrədir tarixi vacib hadisələr və liderlər haqqında. This place also teach us about important events and
in history. Tarixdə they remind us, sonra davam etmişəm ki, they remind us of both great achievements and hard times. Həm onlar həm də bizə xatırladır. Həm böyük nailiyyətləri, and hard times, çətin vaxtları. Vaxt mənasında vaxtlar olmayacaq, vaxt olacaq. Time vaxt mənasında sayılmır. This helps us respect the struggles of people before us və artıq nəticəyə yaxınlaşdığıma görə ümumi bir fikir yazmışam ki, bu bizə kömək eləyir. The struggle mübarizə deməkdir bu arada. So people before us, bizdən əvvəl yaşayan insanların mübarizəsini öyrənməyə. Burada boşluq oldu. Us, respect, hörmət etməyə. Burada aralıqda respect olacaq. Bura əlavə eləyəcəm. Qoy silim. Çalışım əlimdə, yəni kompüterdə rahat yaza bilməsəm də hər detalına qədər izah edeyim ki, sizə aydın olsun. Çalışım mənim istifadə etdiyim kimi sadə cümlələrdən, amma mənalı cümlələrdən istifadə edeyim. Yəni çox da çətin qrammatik fikirlərə qatmayın ki, balınızın kəsilmə ehtimalı olmasın. Yəni dəqiq bildiyiniz sözlərindən istifadə edin, dəqiq bildiyiniz zamanla istifadə edin. Yəni mən bunu tövsiyə edərdim sizə. Sonra bir nəhayət sonda bir fikir yazmışam. Ya overall-la yaza bilərsiniz, ya finally ilə yaza bilərsiniz, ya in conclusion, as a result. Mən bu dəfə finally ilə verdim. Finally, historical monuments teach us to protect our culture and history. When we care for them, we make sure, biz əmin oluruq, əminlik veririk gələcək nəsillərə, future generations from the past to. Mətnimiz belə oldu. Məncə, yəni ümumiyyətlə yaxşı bir mətn yazmışam. Biraz qoyun balacalaşdırım. Gətirək aşağıya bunu biraz ki tam görəsiz. Gəlin indi bunu bir oxuyum başdan. Historical monuments help us understand the past. Tarixi abidələr bizə kömək eləyir keçmişi anlamaqda. They show that how people lived, worked and believed long ago. Onlar göstərir ki, insanlar keçmişdə necə yaşayıblar, işləyiblər və nəyə inanıblar. By looking at monuments, we can learn about old cultures, traditions and ways of life. Abidələrə baxmaqla biz öyrənə bilərik qədim mədəniyyətləri, adətləri və həyatın yollarını. This place also teach us about important events and leaders in history. Bu yerlər həmçinin bizə vacib hadisələri və great leaders in history, tarixdəki böyük şəxsləri göstərir. They remind us of
they remind us both great achievements and hard time. Onlar həmçinin xatırladır bizə həm böyük nailiyyətləri və çətin vaxtı. This helps us respect the struggles of people before us. O bizə kömək edir hörmət eləməyə, bizdən əvvəlki insanların mücadiləsinə, mübarizəsinə hörmət eləməyə. Finally, historical moments teach us to protect our culture and history. Nəhayət sonda tarixi hadisələr bizə öyrədir öz mədəniyyətimizi və tariximizi qorumağa. When we care for them, biz onların qarşısına qalanda, we make sure future generation can learn from the past. Biz həmçinin gələcək nəsilləri arxain edirik ki, onlar da keçmişdən nəsə öyrənsinlər. Bu qədər idi. Ümid edirəm ki, sizə aydın oldu. Nəsə suallarınız olsa yorumlarda da bildirə bilərsiniz. Bundan sonraki video izahımızda isə 9 mart 2025-in video izahı olacaq. Hələlik gecəniz xeyrə qalsın. Ümid edirəm imtahandan da hər birimiz istədiyimiz nəticəni göstərərik.